Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub. Bununla bağlı məsələ parlamentin mayın 26-sında keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmmədoğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunması, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismətoğlu Abdullayevin isə vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub. Bununla yanaşı Aytən Heydər qızı Əliyeva, Telman Qulaməlioğlu Hüseynov, Elnur Aləmoğlu Nuriyev, Fərid Sabiroğlu İsmailzadə, Elşən Uğuroğlu Abdullayev, Elməddin Mirpaşoğlu Hüseynov və Rəna Nazim qızı Qafarovanın vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi nəzərdə tutulur. Sənədə əsasən Vahid Nərimanoğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Nural Turaboğlu Əliyevin isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması təklif edilir. Eyni zamanda Bilal Mahiroğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Etibar Mustafaoğlu Mustafayev və Anar Əliyafoğlu Əskərovun Şəki Apellyasiya Məhkəməsinin hakimləri Fəxri Hümmətoğlu Həcizadə və Nicat Raufoğlu Ağabəyovun isə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunmaları nəzərdə tutulur. Müzakirələrdən sonra məsələlər səs verməyə qoyularaq qəbul edilib.